Venezueladan sonra Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Qrenlandiyanı barmağı ilə göstərir. Trump adanın ölkənin müdafiəsi üçün lazım olduğunu deyir. Danimarkanın bəyanatlarına baxmayaraq, Ağ Ev bu istiqamətdəki iddialarını 2 qat artırıb. Amerika Birləşmiş Ştatları 20 gün ərzində Qrenlandiya ilə bağlı açıqlama verəcək. Vaşinqton Kopenhagenə hər cəbhədən hücumda israrlıdır. Trumpın baş qərargah rəisinin müavini Steven Miller bildirib ki, Danimarkanın Qrenlandiya üzərində nəzarətinin qanuniliyi şübhə doğurur. Ağ Ev düşünür ki, Arktikanın təhlükəsizliyini təmin etmək və NATO-nun maraqlarını qorumaq üçün ada ABŞ-nin bir hissəsi olmalıdır. Kopenhagen isə Vaşinqtonun buna hüququnun olmadığını bildirib. Qrenlandiyanı Venezuela ilə müqayisə etmək düzgün deyil. Biz demokratik bir ölkəyik. Ümumi vəziyyətə baxdıqda bəzi narahatlıqların yaranması başa düşüləndir. Lakin hazırda gücləndirdiyimiz əməkdaşlıq ABŞ ilə əvvəllər mövcud olmuş münasibətlərin, xüsusilə də yaxşı əməkdaşlığın yenidən bərpa olunmasına yönəlib. Hətta Trump administrasiyasının Qrenlandiyaya təklif hazırladığı bildirilir. The Economist nəşri yazır ki, bu razılaşma münasibətləri əhəmiyyətli dərəcədə dəyişə bilər. Plan Azad Birlik sazişi adlanır. İddialara görə sözü gedən mexanizm sosial və iqtisadi istiqamətləri əhatə edəcək. Bu çərçivə Amerika Birləşmiş Ştatlarının əvvəllər bir neçə sakit okean ada dövlətləri ilə istifadə etdiyi bir razılaşmadır. Belə olan halda Vaşinqton sadəcə maliyyə və müdafiə məsələlərini öz üzərinə götürür. Daxili idarə etməyə isə qarışmır. Rüzumsuz ticarət və maliyyə yardımı kimi iqtisadi təşviqləri əhatə eləyir. Bu cür mexanizmin adaya iqtisadi fayda gətirəcəyi deyilir. Donald Trump bu ideyanı böyük bir daşınmaz əmlak razılaşması ilə müqayisə etdiyini və bunun Qrenlandiyaya sərvət, inkişaf gətirəcəyini bildirib. Lakin Danimarka iddia edir ki, adada artıq ABŞ hərbi bazası var və mövcud müqavilələr Vaşinqtona geniş fəaliyyət azadlığı verir. Hazırki müqavilə çərçivəsində adada yerləşdirilə biləcək Amerika Birləşmiş Ştatları qoşunlarının sayına məhdudiyyət yoxdur. Qrenlandiyaya hərbi cəhətdən nəzarəti ələ keçirmək ABŞ üçün çox asan olardı. Lakin Qrenlandiya böyüklüyündə ərazini idarə etmək siyasi nəzarət baxımından çətin ola bilər. Bu, Amerika Birləşmiş Ştatlarında və beynəlxalq səviyyədə Donald Trumpa qarşı kifayət qədər böyük bir müqavimət yaradar. NATO müttəfiqlərimiz bu məsələdə bizi nə dərəcədə dəstəkləyəcəklər? Sual budur ki, əgər doğrudan da hərbi əməliyyat baş versəydi, Avropanın bəzi ölkələri Trumpı tənqid etməyə tərəddüd edərdimi? Çünki onların da xüsusən Rusiya ilə bağlı başqa təhlükəsizlik maraqları var. Ola bilər ki, Danimarkanın müdafiəsinə qalxmaqdan daha çox Birləşmiş Ştatlarla yaxşı münasibətləri qorumağa üstünlük versinlər. Amerika Birləşmiş Ştatlarının Qrenlandiyaya marağı yeni deyil. Ağ Ev 1946-cı ildə Danimarkaya adanı almaq üçün rəsmi təklif edib. Sözü gedən ərazi strateji, hərbi və iqtisadi əhəmiyyət daşıyır. Dünyanın açarı sayılan bu ada Şimali Amerika ilə Avropa qitələri arasında yerləşir. Həmçinin Qrenlandiyanı nəzarətdə saxlamaq Amerika Birləşmiş Ştatları üçün Rusiyanı görmək və izləmək deməkdir. Son vaxtlarda Arktikada artan hərəkətliliyin də burada payı var. Pekin və Moskvanın sözü gedən regiondakı hərbi iqtisadi addımları Vaşinqtonu adaya nəzarət uğrunda tələsdirir. Çünki Qrenlandiya bu bölgənin mərkəzi nöqtəsi sayılır. Bundan başqa, ada təbii sərvətləri ilə məşhurdur. Qrenlandiya nadir metallar, neft, qaz, uran və digər minerallarla zəngindir. Qlobal istiləşmə isə bu mineralları daha əlçatan edir. İqlim dəyişdikcə buzlar əriyir və həmin sərvətləri çıxarıb emal etmək asanlaşır. Adada tapılan ehtiyatlar texnologiya, batareya və silah sənayesi üçün kritik hesab edilir. Eyni zamanda dəniz yolları da burada əhəmiyyət daşıyır. Buzlaqların əriməsi nəticəsində yeni ticari yollar ortaya çıxır. ABŞ-nin bu yolla öz gücünü nümayiş etdirməyə çalışdığını bilirsiniz. NATO-nun bunu nəzərə alması alyansın dəyərini şübhə altına almasına səbəb ola bilər. Donald Trump istədiyini istədiyi vaxt həyata keçirəcək. Düşünürəm ki, çox çətin bir dövrdəyik. Çin və Rusiya vəziyyətdən necə yararlana biləcəklərini nəzərdən keçirdiklərini araşdırır. Danimarka isə Qrenlandiyanı vermək niyyətində deyil. Çünki Danimarka bu ada sayəsində dünyanın ən böyük ərazilərindən birinə sahibdir və Arktikada söz demə hüququ var. Gələcəyin xəzinəsi adlandırılan bu ərazinin sərvətlərinin qiyməti milyardlarla ölçülür. Ona görə də Kopenhagen təbii sərvətlərdən özü yararlanmaq istəyir. Həmçinin Qrenlandiya xalqı da məsələdən narazıdır. Onlar özlərini azad görmək niyyətindədirlər. Bəzi Avropa liderləri də Qrenlandiyanın ABŞ-yə verilməsinin tərəfdarı deyillər. Həmçinin hər iki ölkə
ölkənin NATO-ya üzv olması da məsələni çıxılmaz edir. Əgər Ağ Ev adanı hərbi yolla almaq qərarına gələrsə, bu alyansın daxilində böhrana səbəb olacaq. Eyni zamanda birliyin 5-ci maddəsinə görə bir üzvə hücum nəticəsində bütün üzvlər münaqişəyə qoşulmalıdır. Analizlər onu göstərir ki, adaya hər hansı bir hərbi müdaxilə NATO-nun parçalanmasına səbəb ola bilər. Nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları alyansın ən güclü üzvüdür.